Bugün sizinle birlikte nehre yağı eridirik. Yani rahat bir şeydi. Başta çektiğim videolar silinib, ora göre başa işine koya bilmem. Sadece başlıkta yağ kazana koymuşam ve eritmişəm. Oradan o yanını videoda izleyirsiniz. Yağımızı gözlətdik. Biraz özüne geldi. Soyuyubdu. Kazanımız 2 dənə süt üzərindən istifadə edirik. Desəniz ki, nə fərqi var? Mən az qaynatdığım üçün ay Allah, yerə döydüm. Yağın ayrı bilən hissəsini ayırdıq, qalan hissəsi onu tezdən qaynadırıq. İndi qazanımızın dibini sıyırıq. Bir də ki bu yemək bişirən şey deyil, isti yeməğin içine sokan şey deyil, bu plastikdir. Hər nə qədər davamlı olsa da siz onu isti yeməğe vurdukça mikroplastikler şeye geçir, yeməklarınıza geçir. Bütün blogerlerde görürəm, hamısı güya bunlar culdur da, hamısı yeməğini hava ilə pişirir. Abi yemək pişirən şey deyil, hava bundan ötürü də, bunu sıyırmaqdan ötürüdür. Nəsə əsəbləşməyim. Bakın abında ayranı ayrıldı. İndir bu rahat süzülər. Bunu ona katmırıq, ayrı saxlayırıq. Siz istəsəniz qata da bilərsiniz. İkinci yağımız, bunu dediyim kimi ayrı olaraq saxlayırıq. Yağı ayırmağımızın məqsədi desəniz ki, niyə özünü Amerika kəşf edirsən? Çünki yağı birlikdə hamısını qaynadanda o hardasa bir dəfə işlədilmiş yağ sayılır. Bu arada dibində qalan çörək batırı deyə bilərsiniz. Çünki bir dəfə işlədilmiş yağ sayılır. O həmin yağ elə bil ki, biz onu qaynatdıqca yağ yanır. Yağ yandığına görə onun içində kanserogen maddələr əmələ gəlir. O kanserogen maddələr az-az bədənimizdə yığılır. Bədənimizdə yığılandan sonra kanserogen maddə də xərçəng əmələ gətirən maddələrdir. Böyle bizdə ondan xərçəng yaranır. Mən sizə demirəm ondan xərçəng yaranıb ölərsiniz, nədir. Sadəcə deyirəm ki, özünüzü qoruyun. Sonra o yan bu yan xəstə olsunuz, deyirsiniz, ay niyə elə oldu, keçmişdə yox idi. Hamısı sizin elədiklərinizə görə olur. Yağı da nehrə yağı alın, çünki marketdən aldığınız yağların hamısının içində minimum 18-20% içində bitki mənşəli yağlar var. Onlar da palma yağıdır, onlar da trans yağlar adlanır. Onun içine katırlar ki, onlara daha karlı olsun. Azərbaycanda 100.000 ton nəmli xəbərlərdə göstərirlər. O oraya gedir. Bəli, onlar da sizi zəhərləyir, öldürür. Ona görə ən zoru kənddən gələn yağ işlərsiniz, otursunuz. Sağ olun, salamat qalın. Abi yağın da soyumamış ağzını örtməyin.